Deməli, demin toplusu alqoritm məsələləri 130-cu sual. Daxil edilən ixtiyari bir ədədin deyir. Deməli, biz bir ədəd daxil etməliyik. Məsələn, n olsun ədədimiz. Müsbət və ya mənfi olduğunu müəyyən edərək. Müsbət və ya mənfi olma. Müsbət və ya mənfi olmağı necə müəyyən edirik? Biz şərt qoyuruq ki, ədəd sıfırdan kiçikdirmi, böyükdürmü, bərabərdirmi? Onun üçün bir şərt bloku çəkməliyəm. Şərt blokunun içinə ilk öncə yazıram ki, n böyükdürmü sıfırdan. Məsələn, bu hə olsa əgər, yəni n sıfırdan böyük olsa, təbii ki, müsbətdir. Biz çap edirik müsbət sözünü. Burada da elə deyir, müəyyən edərək müsbət və ya mənfi sözlərinə çıxışa verən. Deməli, çıxışa veririk birinci müsbət sözünü və dırnaq içərisində yazırıq bunu. Əgər n sıfırdan böyük deyilsə, yəni yox tərəfə gedirsə, yox tərəfə, biz bir dənə də şərt qoymalıyıq ki, sıfırdan kiçikdirmi, yoxsa sıfıra bərabərdirmi? Çünki sıfır üçün də ayrıca çap tələb edir. Ona görə bir dənə də şərt qoyuruq ki, n-imiz kiçikdirmi sıfırdan. Əgər bu hə olsa, n-imiz həqiqətən sıfırdan kiçikdirsə, bu deməkdir ki, n mənfidir və çap edirik mənfi sözünü. Yox, əgər n sıfırdan kiçik deyilsə, avtomatik olaraq n-in sıfır olduğu qərarına gəlirik və sıfırı çap edirik. Və ən sonda bunların hamısından sona getmək olar, alqoritmin bitdiyini bildirmək üçün. İndi detallı izaha keçirəm. Daxil edilən ixtiyari bir ədəd deyirsə, deməli, ixtiyari bir ədəd kimi, məsələn, n-imizi daxil edirik. A, B fərq eləməzdir. Hərf olaraq nə istəsəz daxil etmək olar. Müsbət və ya mənfi olduğunu bildirmək deyir. Ədəd müsbətdir o zaman ki, sıfırdan böyükdür. Çünki sıfırın özü nə müsbətdir, nə də mənfidir. N sıfırdan böyükdür şərti qoyuruq. Əgər bu şərti ödəyirsə n, misal üçün, n-imiz əgər 5-dirsə, 5 qiyməti sıfırdan böyükdür, hər tərəfə gedir və çap edir müsbət. Bəli, həqiqətən də elədir. 1 və ondan böyük ədədləri daxil etdiyimiz zaman müsbət tərəfə gəlib, müsbət çap edir. Yox, əgər n-imizi daxil etsək, məsələn, mənfi 4 olsa n-imiz, mənfi 4 sıfırdan böyükdürmü? Xeyr, getdi yox tərəfə. Mənfi 4 sıfırdan kiçikdirmi şərtini yoxluyur. Bəli, mənfi 4 sıfırdan kiçikdir. O zaman hər tərəfə gəlib mənfini çap edir. N sıfırdan kiçik olduğu üçün hər tərəfə gəlib mənfi sözünü çap edir. Və burada başqa şərt qoymamışıq ki, n sıfıra bərabərdirmi? Çünki bir insana soruşanda ki, məsələn, sən 15-dən kiçikdir yaşın, deyir yox. 15-dən böyükdürmü yaşın, deyir yox. Daha təkrar soruşmağa gərək yoxdur ki, 15 yaşın var. Təbii ki, 15-dən kiçik deyilsə, böyük deyilsə, deməli 15-dir. İndi biz də burada yoxladıq ki, n sıfırdan böyükdürmü? Yox oldusa, n sıfırdan kiçikdirmi soruşanda yox oldusa, bu o deməkdir ki, n nəyə bərabərdir? Sıfıra bərabərdir. Ona görə əlavə şərt bloku qoymadan birbaşa sıfırı çap edirik. Bu çapların hamısını eyni blokda etməyə ehtiyac yoxdur. Ayrı-ayrılıqda çap edib hamısından sona gələ bilərsiniz.